Dövlət müstəqilliyinə gedən yolda çətinliklərlə üzləşib tarixi haqlarını bərpa etmək üçün maneələr aşan iki ölkə: Azərbaycan və Şimali Makedoniya. İndi isə hər iki ölkə qlobal siyasi müstəvidə öz sözünü deməyə çalışır və əməkdaşlıq üçün yeni imkanlar yaradır. Şimali Makedoniya prezidentinin ölkəmizə səfəri təkcə ikitərəfli münasibətlərin dərinləşməsi deyil, həm də Azərbaycanın Balkan strategiyasının bir hissəsi kimi də qiymətləndirilə bilər. Azərbaycan və Şimali Makedoniya arasındakı münasibətlər 1995-ci ildən inkişaf etməyə başlayıbdı və Azərbaycanı və Şimali Makedoniyanı birləşdirən əslində bir sıra tarixi faktorlar var. Hər iki dövlət zamanında imperialist siyasətdən əziyyət çəkiblər. Münasibətlərimiz həm turizm sektorunda, bir sıra humanitar sahələrdə, eyni zamanda son illərdə isə energetika sahəsində çox böyük uğurla davam edir. Bugün Bakı ilə Skopyenin qardaşlaşmış şəhərlər olması, xalqlarımız arasındakı tarixi oxşarlıq, bunlar təkcə keçmişin xatirələri deyil, həm də gələcəyin möhkəm dayaqlarıdır. Enerji sahəsində əməkdaşlıq da buna bir nümunədir. Azərbaycan Cənubi Qafqaz dəhlizi vasitəsilə Avropaya enerji ixrac edərək Balkan ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Şimali Makedoniya da bu əməkdaşlıqdan yararlanır. Neft, qaz və alternativ enerji sahələrində əməkdaşlığın genişlənməsi bu ölkənin enerji təhlükəsizliyini təmin etməklə yanaşı Azərbaycanın da Avropa bazarındakı mövqeyini möhkəmləndirir. Şimali Makedoniya hökumətinin qarşısında duran əsas vəzifə qaz bazarını şaxələndirsin. Enerji təhlükəsizliyini bir ölkədən, Rusiya qazından asılı etməsin. Şimali Makedoniya rəhbərliyini məhz alternativ mənbələrdən qaz alışını artırmağa və bu mənbələri tapmağa sövq edir. Çox yaxşı haldır ki, Azərbaycanın üzərində dayanıblar. Bu görüş təkcə siyasi deyil, həm də iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafına təkan verəcək. Şimali Makedoniyanın folkloru, musiqisi, incəsənəti Azərbaycan mədəniyyəti ilə eyni ruhu daşıyır. Bu oxşarlıq gələcəkdə ortaq mədəni layihələrin, festivalların və incəsənət tədbirlərinin təşkil olunmasına geniş imkanlar açır. Azərbaycan və Şimali Makedoniya arasında formalaşan strateji tərəfdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Çinari Qambayeva, ASTV xəbər.